İnsanın üç ölçü vahidi var. 1, 2, 3. Allah Teala sana bunun üçünü de verir. Tükü töküp gözü üstüne gözü dörtmüşsün. Buna ne lezzet alırsın ondan? Göstericileri körramısan, ya antropoloji görkəmi körramısan oğlum. Dağınıq saç xoşlayıram. Bizim Ağzım vaxtımız yüzündən götür duvağı, qoy açıq görünsün ayın qabağı. Açıq yaşamışdı bizim dənələr, saraydı abala kəfən pərdələr. Bu uşaqların hamısının gözü görünmür, alnı görünmür. Nə olacaq bunlar? saç düzümlərinə və geyimlərinə, yəni irad tutmağa ehtiyac yoxdur. Onlara dəstək olub Elmi bir yox, sənət dünya yoluna. görüşü yox, təhsili yox. Onun geyimi nə olacaq? Onun mənə cəmiyyətə Yenə göstərdiyi də nə olacaq? əlaqəsi yoxdur geyimlə. Əgər mənim balalarım, mənim uşaqlarım elmli, təhsilli sənətlər olsa, onlar bir şeylər eləməyəcəklər. Bu xəstəliyin mahiyyətini tapıb onu müalicə eləmək lazımdır. Səbəbi müalicə eləmək lazımdır qızım. Bizim cəmiyyətdə boz-bulanıq, qarışıq bir şeyə döndərən səbəb nədir? Geyimlə, amma məncə elmi yəni bir tutmamaq lazımdır. İnsanlar necə istəyib geyinib və ağıllı da ola bilərlər. Yəni. İndi müvəqqəti dünyadır deyə kim nə istəyir, onu da tam eləyə bilər də. İndi bizə nə düşür ki, hörmət duymalıyıq. Adamlarımıza hörmət eləməliyik, hamısının fikrinə hörmət eləməliyik. Məsələn, mən saçımı uzadıram çünki mənim belə xoşuma gəlir. Ləzzət eləyir deyə belə saxlayıram. Müvəqqəti dünyadır. Oğlum, bir şəxsi maraq var, bir də ümumi xalq, cəmiyyət marağı var. Sənin şəxsi keyfiyə biz niyə qurban verməliyik? Sənin şəxsi keyfin beləsə, hamımız biz sənin keyfin qurbanı olaq. Ümumi qəbul olunmuş ölçülər, dəyərlər var. Hamı o içində olmalıdır. Sən biraz orada, bu biraz burada, amma ümumi qanuna uyğunluq nəzəriyyəsini pozmaq olmaz mənim balam. Cavansa böyüyəndə başa düşəcəksən inşallah. İndi həm də mağara adamı deyilik. Şeir bilirsən? Nə şeiri? Nə şeir yox, şeirin necə nə şeir? Şeirin nəyi olmur ki? Gəl. Ya bilmirəm. Ged 2 dənə şeir öyrən, bir dənə kitab oxu, bir dənə filmə bax, bir Vaxtı dənə olanda muzeyə get. öyrənmişəm də, 11-ci Bir dəfə sinif çıx qurtarmışam. cəmiyyətdə gəl, təbiətin gözəlliyinə bax. Onda görəcəksən ki, təqlidçilik nədir, əsl təbii gözəllik nədir.